Sara, bacılar getdi. Sarıçqa, bacılar getdi məktəbə. Sən aparmadılar. Sən aparmadılar. Hə. Oy. Gidək evə. Evə gidək. Hə. Getməyək evə. Gəl. Burada da sarı güclə bu stakanları indi belə elədim. Qalsınlar biraz. Bir də mənə dedilər ki, bunun ağzı açılır. Mən açmamış eləyirdim. Dedilər açanda daha yaxşı olur. Bütün hər yerə olur. Həm də gec qurtarır. Deyir ağzı bağlı işlədəndə tez qurtarır. Çox çıxır da pıskırdanda. Həm də indi stakanlara elədim. Bir də baxın, bax stakanların hamısını görürsüz də. Elə ləkə yoxdur. Amma bir dənə bu stakanda həmişə bax belə bir dəfə çay içən kimi beləcə ləkə qalır. Bilmirəm materialındandır, nəyindəndir. O birisilərdə elə olmur. Bir dənə bundadır. İndi ona görə bunları belə elədim sarı güclə. Biraz dursunlar, gəlim sürtüm. Bir də tavanı dedilər ki, isidib eləmək lazımdır. İndi tavanı birazdan isidim, onu da sarı güclə eləyim. Sizə çəkərəm ki, getdi ləkəsi, yağı yoxsa yox. Stakanları sürtdüm sarı güclə. Hamısı tərtəmiz oldular. Hətta bunun da içi pis idi. Çox ləkə saxlayırdı. Bir dəfə süzən kimi ləkə saxlayırdı. Onu da tərtəmiz elədi. Hamısı bax beləcə təm. Biraz bunun içində, bu da artıq 5-6 ildir bizdədir. Ona görə bunun içi belədir. Yenə bu qırxboğumdan aldıq bu qədər. Elə keçən dəfə aldığımız qədər almışıq. İndi bunu qoyum yuyulsun. Sonra ayıqlayaq, təmizləyək, yenə torbalara dolduraq, qoyaq dondurucuya. Üstünə ilıq su açacağım. İlıq suyla belə biraz ilıq suda qalsın, sonra yuyum, bir neçə dəfə suyunu dəyişim, yuyum, aparım. Bu da qəşəngdir. Bunu da düzdür, biraz belə sarı yarpaqları var. Onları təmizləyək, amma belə qəşəngdir. Bunu da yuyaq, torbalara qoyaq dondurucuya. Məncə bu qədər artıq bəsdir qışa. İstaqda qaldı biraz, indi belə aşüzənləri gətirdim ki, bunları birinci dəfə belə eləyim, yığım hamısını, sonra yenə suya qoyum, bir neçə dəfə yuyum artıq bunu. Belə yudum hamısını tərtəmiz. 4 dəfə suyunu dəyişdim, yudum. İçində belə otlar var, gərək onları seçək. Amma belə qəşəngdir, təmizdir. Yəni xarabları azdır, saralmış yerləri. Ancaq otlarını təmizləmək lazımdır. Qaynanamla başladıq bunu, qırxboğumu təmizləmək, içindəki otlarını, sarı yarpaqlarını.
Bu dəfəki biraz gec təmizləndi, çünki biraz çox idi içinin sarısı yarpaqları. Keçən dəfəki çox yaxşı idi, onu çox rahat təmizlədik. Fikirləşdik ki, bundan bir dəfə indi yemək bişirək, qalanını qoyaq dondurucuya. Havalar hələ ki sərin idi, yağışlar yağırdı, amma indi artıq bu gündən başlayıbdı. Hava isinib, yenə artıq havalar çox istidir. Elə bir ki, yay gəlibdi. Ona görə indi bilmirəm bundan bişirərik yoxsa yox, çünki bunu soyuq havalarda bişirirlər. İsti havada bunu yemək elə də yaxşı olmur da. Necə ki, xəngəldir, düşbərədir, onu isti havalarda yemək olmur. Bu da belədir. İndi əgər bişirsək çəkərəm sizə. Mən niyə deyirəm ki, bunu çəkim sizə yeməyi? Çünki elə adamlar var, bilmirlər. Şəxsən mən bunu yeməyi bilmirdim. Bu otu tanımırdım. Biz bunu heç vaxt bişirməmişik evdə. Bura gələndən sonra qaynanamda gördüm ki, bundan bişirir, bu yeməkdən, bu otdan bişirir. Yəni mənim çox xoşum gəldi. Həm çox faydalıdır. Müalicəvidir. Xəstələnəndə, qrip olanda biz həmişə qaynanam bundan bişirir. Bu çox adama xeyir olur. Ona görə inşallah əgər bişirsək, sizə də çəkərəm, siz də baxarsınız. Bəlkə kimsə istəyər bişirmək bu yeməkdən, bəlkə kimsə tanımır bu otu. Belə bazarda görsəz, yəni alın, bişirin, çox yaxşıdır, çox faydalıdır bu ot. Adı qırxboğumdur, biz qırxboğum deyirik. Belə yol otu da deyənlər var buna. Bugün dolma bükmək istəyirik. O heyva yarpaqlarını ki sizə göstərmişdim, yığmışdıq. Onlardı belə yuyub, isti suda qoymuşuq ki yumşalsınlar. Sonra belə tənəklərdir. Həm həyətdən yığdıq, həm də biraz almışdıq. Onlardı. Burada da əti hazır eləmişik. İndi düysün töküb qarışdıraq ətlə göyərtini. Sonra başlayaq bükək. Dolmanı qoyduq üstünə, artıq belə qaynayıb. Boşqabı məncə götürək, bəsdir, bayaqdan qaynayır. Hələ pişməyinə var, biraz da qaynasın. Sonra pişənə yaxın üstünə yağ tökürük. Biraz da elə pişir. Gedim uşaqları götürüm dərsdən. Bu günlərim Sara yatdı deyə tez durmuşdu. Ona görə yatırdım onu. Tək gedirəm. Buralarda görürsünüz də hələ ki belə qalıbdı, çünki hələ gəlib tam düzəltməyiblər. Buralar gəlib təzədən başqa rəng eləməlidirlər. Ona görə hələ ki heç nə eləmirəm, qalıbdı. Bir dənə qapını sildi qızlar. Bura qalıbdı amma. İndi gedim uşaqları götürüm tez. Gəlim. İnşallah ki Sara ona kimi yatar. Sarasız gələndə həmişə buradan gəlirəm. Burada elə bir ki belə fontan da var. Bizdə onu yayda açırlar. Belə yox. Amma burada pilləkənlər çoxdur deyə pilləkənlə Sarayla düşə bilmirəm deyə. Ona görə burana Sarayla gəlmirəm. Tək gələndə həmişə buradan gəlirəm. Burada belə qəşəng yaşıllıq var. Ağaclar var. Belə bir fontan da var.
Bugün yenə o stakandakı çaşkada eləmişdim kekslər. Ondan eləmək istəyirəm. Çünki mən onu düz eləməmişəm. Mənə sonradan yazdılar ki, düz eləməyibsən. Bir dənə də rəfiqəm var. O tamam aydın mənə yazdı. Reseptini necə eləmək lazımdır. İndi ondan istəyirəm eləyim. Hər şeyi çıxartmışam. Duru yağdır, vanildir, yumurta, kakao, sodadır. O qabartma demişdi. Sadəcə mən qabartma heç vaxt işlətmirəm. Elə həmişə soda işlətmişəm. İndi südü də yadımdan çıxıb çıxardım. Elə indi buzluqdan çıxartdım, qoydum ərisin o. Hamısını çalım bir yerdə. Mən stakanda eləmişdim onda. Dedi yox, stakanda yox. Elə qabda hazır eləyib, sonra özü dedi kasalarda elə. İndi məndə kasa var. Onda eləyəcəm inşallah. Qazanda da qoyum, suda bişsinlər. Bir də sizlə onu bölüşmək istədim. Biz vanili alanda həmişə belə paçqanla alırıq. Çünki mən çox işlədirəm də, şirniyyat çox bişirirəm. O da bu dəfə alanda baxmamışıq. Onsuz da heç vaxt baxmırıq. Elə paçkanı götürürdük. Bu dəfə baxaq ki, neçəsinin İçində bax bombalan boşdur. İçində heç nə yoxdur. Sadəcə bunu saxlamışıq ki, indi deyirik marketə gedəndə gedək göstərək ki, yəni bax belə bir şeylər satırlar. Bax içi bombalan boşdur. Heç nə yoxdur içində vanil. Elə bil ki, elə belə kağızdır da. Vanilsiz ağzını bağlayıb qoyublar içinə. Hardasa 4-5 dənəsi belə çıxdı bu paçkanın içində. Yəni sizə də demək istəyirəm ki, alanda diqqət eləyin, baxın. Belə açdı, qızda uşaqlar deyirlər ki, mama içində heç nə yoxdur. Mən də biləm açıb töküblər. Mənə özləri ilə deyirlər ki, da mən hirslənməyim. Təzədən içindən göstərirlər ki, mama bax. Baxam ki, doğrudan da içində heç nə yoxdur. Ancaq beləcə kağızdır, ağzı bağlı. İçində vanil yoxdur. Yəni siz də diqqətli olun, alanda baxın. Yəni olar ki, arada belə bunları da bunların üstündə qoyub belə verərlər sizə. Yenə də baxın, belə bir şeylər də eləyirlər, yəni artıq. Dedim sizlə də bölüşün bunu. Belə inşallah südü açılsın, başlayayım mən hazırlayım, sizə də çəkərəm. Yəni çox yaxşıdır. Bir də plitka şokolad almışam. Uşaqların əlindən düzdür, çox qalmayıb, belə biraz saxladım ki, indi onu qoyacağam içinə ki, görək inşallah ki, əriyər o da içində.
Qazana su doldurdum. Altını yandırım. Kasaları qoyum görüm, əgər görüm lazımdırsa yenə su artırım. Məncə artıracağım yenə su. Şokolatı qoydum, görürsüz də burada biraz da üstünü belə örtdüm. Çünki bunun dibinə çox eləmək olmaz. Şokolatı basmaq olmaz dibinə. Bu görə üçü də sığışacaqmı? Hə, şükür. Üçü də sığışdı. Biraz elə biri biraz yaxşı durmadı, amma heç nə daha. Məncə biraz su əlavə eləyim buna. Bəsdir. Lazım olsa yenə eləyərəm. Görək inşallah ki bu dəfə yaxşı alınır. Ağzını örtək, başlasın qaynamağa. 2 dənə də belə balaca kasa alındı. O birisi kasalara baxanda bunlar balacadılar. 2 dənə də belə kasada qoydum. İndi şokolatı görüm qaşıqla biraz belə eləyim. Biraz üstünü örtüm. Bunda başqa bir qazanda qoyaram. Bunlar buradadılar. Hələ qaynamayırlar. Hələ ki. Onları da başqa bir qabda qoyum. İnşallah ki yaxşı çıxar. Amma mən yenə də resepti özümdən asılı deyil də. Mən bir şinyat bişirəndə baxıram da, internetdə tapıram reseptini. Amma yenə də özümdən də nəsə əlavə eləyirəm. Ya artırıram nəyisə, ya azaldıram. İndi burada da yumurtanı bir dənə artırdım. Nə bilim, biraz südü artıq qatdım. Ona görə indi Nərmin baxırsa resepti deyən qız deyəcək, mən dediyim kimi eləmir. Amma yenə də belə elədim. Məncə yaxşı çıxar inşallah. Bir dənə baxın görün. Hələ pişməyib tam. Hardasa 5 dəqiqədir qoymuşam. Görün necə gözəl şişdilər. Köpdülər qəşəngcə. İndi inşallah bundan da qəşəng köpəcəklər. İçi də qəşəng pişər yəqin ki. Bu tamam başqa alındı. Keçən dəfə elədiyim özümdən eləmişdim. Oradan buradan baxıb özümdən nəsə fikirləşib eləmişdim. Amma bu dəfə reseptlə elədim. Doğrudan da nə qəşəng də köpürlər. Məncə hazırda artıq görürsüz, artıq belə par oldu. Belə köpür. Qoy bir dənə spiçkanla da yoxlayım görüm. Yox, hələ tam hazır deyil. Çünki spiçka belə görürsüz, belə hələ ki bulaşdı da, o deməli bişməyibdi. Bəlkə də şokoladdı, elədi onu. Amma yenə də bir 5 dəqiqədə qalsın, belə köpür artıq. Bunları çıxartdım artıq. Çünki hazırdılar. Belə qəşəng də köpdülər. İndi bunları qoydum. Biraz artına çoxaldım ki su qaynasın, sonra azaldaram. Ağzını bağlayaraq. İndi də buna baxaq. Görək necədir içi. Belə düzünü deyim, buna birinci qaşıqla baxdım. Ona görə götürdüm. Buna baxdım qaşıqla. Gördüm ki yaxşıdır. Şokolad da içində əriyibdi. Böyləcə əriyib, qəşəng belə alınır. Çox qəşəng alındı. Nərmin çox sağ ol reseptə görə. Çox gözəl alındı belə. Keksdir. Görürsüz. Bu da şokoladdır. İçində beləcə əriyibdir. Bunu da biraz eləyim. Bunda şokolad tam ərimiyib. Burada biraz görürsüz. Burada qalıbdır biraz. Amma belə çox qəşəng alınıbdır. Siz də istəsəz eləyin. Bundan çox gözəl alınır. Bu da balacalardır, pişdilər. Amma balacalar biraz çox pişirdim ki, yaxşı pişsinlər. Çünki yekələri kəsində, yeyəndə baxdıq ki, lap dibində biraz elə bir xəmir kimi qalmışdı. Görünür, mən tez götürmüşəm. Ona görə bunları biraz çox bişirdim, belə köpdülər. Bu da şokoladdır, içində əriyibdir, belə görsənir. Amma bu uca əməli başlı bişibdir, keksdir də, əsl bərkdir. Yəni içi xəmir deyil bunun. Belə spiçkanla da yoxladım. Yəni bişirsəz, əgər bunu biraz çox bişirin ki, belə yaxşı bişsin, içi xəmir qalmasın. İndi mən istəyirəm bu tavanı, uşaqlara pankek bişirdim belə. İndi istəyirəm bu tavanı isti-isti, mənə dedilər ki, tava isti-isti eləmək lazımdır bu sarı gücdən. İndi altı istidir, eləyim. Belə isti eləyim, görün bəlkə isti. Doğrudan isti çıxardır, baxın. Bura rəngi də çıxır da. Amma prosta iyisi çıxır, o da olmaz da o iyiləmək. Belə aparırmış. Doğrudan da mən onu bilmirdim, düzünü deyim. Yox, belə yəni isidif eləməyi bilirdim, başqa məhsullarda bilirdim eləmək. Bunu da bilmirdim.
Amma doğrudan da təmizdədir. İndi bunları da sürtərəm. İndi görüm yəqin ki apara, amma əməlli başlı təmizdədir. Baxın, çıxartdı. İndi onları deyirəm. Sadəcə parı qalxır bunun. Belə yaxşı iyi deyil də. Bunu da iyləmək olmaz, ziyandır. Gərək maskala belə eləyəndə işləyək. İndi biraz dursun bu, sonra sürtün bunu. Amma deməli isidiv eləmək lazımdır. Belə oldu. Tam da təmiz olmasa, amma demək olar ki, bir 80% o qarası getdi. Yəni inşallah hər dəfə nəsə elədikcə elə isti-isti bundan tökərəm, üstünə pıskırdaram. Durar, elə bilirəm ki, onda tamam təmiz olar. Və biraz buralarda görürsüz, ha sürtdüm, bir də dəmirlə sürtmüşəm, bundan sürtdüm. Gördüm ki, yox, tam getmir, amma yenə də o birisinə baxanda xeylaq getdi. İndi inşallah hər dəfə nəsə bişirəndə isti-isti olanda bu üstünə eləyim gərək. Elə inşallah lap təmiz olar. Bir də sizinlə belə bir şeylə bölüşmək istəyirdim. Belə bir yağ almışıq. Yəni təbii semiçka yağıdır da. Doğrudan da bunu semiçkadan çəkiblər. Bu yağlardan deyil də. Bu yağlar hamı bilir ki, bunlar təbii yağlar deyil. Belə nə bilim möcüzə var, final var, başqa belə yağlar var. Bilirik ki, bunlar təbii deyil. Amma biz bunu işlətdik yeməyə. Doğrudan da baxdıq ki, əsl yağdır. Əsl semiçka yağıdır. Bunu biz Gəncədən almışıq, Nur Marketdən, Azərtifakda. Kim Gəncədə yaşayırsa, alıb baxa bilər buna. Bunun dadına çox təbii yağdır.